Bugün Litvada qadın yandırmaq legaldır. Amma təbii ki, bu gerçək qadından söhbət getmir. Necə bizdə Novruzda, çərşənbələrdə ocaq qalıyırıqsa, Litvalılar da bu qadını yandıraraq, bu kukla qadını yandıraraq qışı yola salıb baharı qarşılayırlar. Və gördüyünüz bu qadını yandırırlar, sonda da belə deyim, bunun yerində taxta və yaxud da dəmir xaç kimi bir şey qalır. Bu da bunların adəti və dini, belə deyim də, gələnəklə birləşdiriblər. Təəccüblüdür. Və bizdə olduğu kimi bunları da atəş yandırırlar, amma üzərindən tullanmırlar, yanında isinirlər. Qazaxda və Toğuzda, qərb zonasında olan adət-ənənə burada da var. Bunlar da qadınlar kişi kimi, kişilər qadın kimi geyinirlər və üzlərinə qəribə maskalar taxaraqdan belə bir şənlik yaradırlar. Və bu gördüyünüz Litvanın belə deyim də, milli geyimi ilə oğlanlar və qızlar milli rəqs edirlər. Ətrafa gəlmiş insanları, yeni belə deyim uşaqları falan əyləndirirlər. Bu da ki, az öncə yanan qadının əvvəlki versiyası. Ümid edirəm video maraqlı oldu. Daha çox video üçün like atın, komment yazın və takip etməyi unutmayın.